Respublikasının emektar artisti Rüfengiz Allahverdiyeva. Bir güzel alkışlar gelsin dostlar. Teşekkür ederim. Rüfengiz Hanım, her bir zaman hamını heyecanlandırmayı bacarırsınız da. Hem ifalarınızla, hem güzelliğinizle, hem sesinizle, hem sənətinizlə. Maşallah, birden-bire geldi sahneye ama ben sizi təqdim edəcəkdim, eybi yok. Buyurun, sizi sevənlər bugün sizin işinizə toplaşın. Hamını bilirəm, hamını bir ürəkdən salamlayın inşallah. Buyurun. Əziz xanımlar, beyler, əziz mənim sənətimdə hər zaman xalqın sevimlisi olan sənətkarlar, hamınızı salamlayıram. Mənə olan saygınıza, bugün değerli vaxtınızı həqiqətən değerli, çünkü çok şeyler var, ben burada xırdalamaq istəmirəm. Ayırıp mənim bu güzel günüme, mənim sevincime şərik olmağa gəldiyinizə görə qədəmləriniz mübarək olsun deyirəm. Allah hamınızın ocağında güzel günler etsin ve Allah hamınızı elə loru dillə deyəcəm, bala bəxtəvər eyləsin. Çünkü her bir valideyn evladından xoşbəxt olanda, yarayanda onun için dünyaları var. Bir daha hamınızı salamlayıram, hamınızı güzel istirahat arzu ediyorum. Ve çok sağ olun deyirəm hamınıza. Ve ben öz xalqıma, millətime, Azerbaycan'da olan bütün güzel insanlara, dünya Azerbaycanlılarına, bütün başka ülkelerde yaşayan Azerbaycanlılarıma deyirəm, min teşekkür ediyorum. Bugünler ben hayatta neye nail olmuşamsa, ister evlerim, ister maşınım, ister geyimlerim, ister benim her gün gidalarım, her şeye göre, balalarıma kadar her şeye göre Azerbaycan halkına borçluyam. Teşekkür ediyorum. Sağ olun ki biz sənətimizi düzdür səhnələrdə oxuyuruq. Dövlətimiz bizə gözəl ad verib, dəyər verib. Mən dövlətimə də min təşəkkür edirəm, dövlət başçımıza və onun xanımına və bizim nazirliyimizin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Və bir daha deyirəm ki, mən doğrudan yenə də deyirəm, bu günləri mən nəyə nail oldumsa, bu Azərbaycan xalqının, bu toylarda qazancımızdan etdiyimiz bu günlərdə kəhkəşanımız hamısı ondandır. Oxuyardım, evdə də oxuya bilərdim, amma yenə deyil. Yenə də siz o zəhmətkeş əllərinizlə, qazancınızdan bizim üçün xərcləməsəydiniz, bizim üçün doğrudan da sərf etməsəydiniz, istər kasıb olsun, istər dövlətli olsun, istər vəzifəli olsun, istəyir fərqli olsun, fərq etməz. O pensiyasından da mənə 5 manat uzalanda mən deyirəm min təşəkkür. Çünki o onu mənə qıyırsa, o onu aylarla gözləyir ki, evinə yemək alacaq, əyninə paltar alacaq. Onu mənə, inan mən deyə bilmirəm, çok sağ olun deyirəm. Teşekkür ederim. Hamının diqqəti bircə saniyəlik səhnəmizdə olsun əziz dostlar. Beləliklə Xəzər Media Mərkəzi Azərbaycan Respublikasının əməkdar artisti Rüfengiz Allahverdiyeva təbii ki baş direktor Murad Dadaşov adından xüsusi təbrik məktubu göndərilir. Diqqətlə hamımız dinləyə zəhmət olmasa əziz dostlar. Hörmətli Rüfengiz xanım, sizi yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Müasir estradamızın parlaq nümayəndəsi kimi sənətə ilk gəlişinizlə böyük dinləyici auditoriyası qazanmışsınız. Və eyni zamanda özünüzə məxsus səs, tembriniz, yüksək səhnə mədəniyyətiniz, rəngarəng repertuarınızla qəlbləri oxşayır. Milli musiqimizin zənginləşməsinə öz töhfələrinizi vermişsiniz. Bu əlamətdar gündə sizə uzun ömür, möhkəm, can sağlığı diləyirik. Doğmalarınızla birlikdə xoş günlər, bol yaradıcılıq arzu edirəm. Hörmətlə baş direktor Murad Dadaşov. Təşəkkür edirik. İlk mən səhnəyə çıxmadan səslənən mahnı var idi. Onun sözlerine göre elə musiqini ərsəyə gətirən Lalə xanım buradadır. Haradadır Lalə? Səsin gəlsin. Lalə xanıma təşəkkür edirəm. Çünki Lalə məni anası qədər sevən bir xanımdır. O da bizim gözəl.